Salam, hər vaxtınız xeyirli olsun. Səfiyyənin mətbəxinə xoş gəlmisiniz. Bugün sizlərlə həm görünüşü, həm dadı çox gözəl olan zebra bilincikləri necə hazırladığımı bölüşmək istəyirəm. Əgər maraqlıdırsa, keçək hazırlamağa. Bunun üçün öncə qabımıza 2 stəkan otaq temperaturunda südü əlavə edirəm və üzərinə 3 ədəd yumurta əlavə edirəm. İndi üzərinə 2 xörək qaşığı şəkər tozu, çox şirin sevənlər 3 qaşıq da əlavə edə bilərsiniz. 1 çimdik duz və 1 çay qaşığı şəkərli vanilin əlavə edib, bunları tam həll qarışana qədər yaxşıca çırpırıq. Və artıq gördüyünüz kimi çox gözəl qarışıb. İndi üzərinə quru ərzaqlarımızı əlavə edək. Yəni unumuzu. Bunun üçün 3 stəkan unumuzu qabımıza əlavə edib yaxşıca ələyirəm. İndi unumuzu bir çırpıcı yardımı ilə yavaş-yavaş qarışdıraq. Yəni xəmirdə yəni unlarımız hamısı yaxşı islansın ki, biz onu çırparkən ətrafa sıçramasın un. Və indi gördüyünüz kimi mən artıq blenderla xəmir tam açılana qədər yaxşıca çırpıram. Yəni qol gücünə güvənən xanımlar bu cür çırpıcı ilə də sadə çırpa bilərsiniz. Və gördüyünüz kimi artıq xəmir çox gözəl açılıb və indi üzərinə təkrar 2 stəkan otaq temperaturunda südümüzü əlavə edirik. Yəni qaynar, isti yox, məhz otaq temperaturunda süd ilə hazırlayırıq. Digər bilinçik videolarımda soruşduqları kimi bilirəm ki, xanımlar yenə soruşacaqlar. Südlə hazırlanan bilinçikə mən çay sodası əlavə etmirəm. Ancaq kefirlə hazırlayarkən o zaman əlavə edirəm. Və artıq tam həll qarışdıqdan sonra unumuz gördüyünüz kimi südlə açılıb və indi üzərinə 4-5 xörək qaşığı duru yağ əlavə edirəm. Mən qarğıdalı yağından istifadə etdim. Arzu edənlər zeytun yağından da əlavə edə bilərsiniz. Və indi bunları da tam bir-birinə həll qarışana qədər qarışdırıram. Artıq xəmirimiz hazırdır. Və indi bilinçiklərimizə zebra formasını vermək üçün keçək ikinci rəngli, yəni kakaolu xəmirimizi hazırlamağa. Bunun üçün xəmirimizi bir kənara qoyaq və bir ölçü qabından istifadə edərək və yaxud siz bir stəkanla da ölçə bilərsiniz. Deməli, qabımıza 350 ml xəmirdən əlavə edirəm. Yəni, bu miqdar kakaolu xəmirlə zebralı bilinçiklərimizi hazırlamaq üçün, yəni hər ikisi tamı-tamına, yəni uyğun gəlir. Ona görə 350 ml-ni qabımıza əlavə edək və indi gördüyünüz kimi artıq 300-dür və mən 50 ml də əlavə edirəm və diqqət etsəniz görərsiniz ki, mən çömçəni hər dəfə götürərkən alt hissəsini xəmirimizə batırıram. Yəni bu cür xəmirə batırdığımız zaman yəni damcılama halı olmur. Və indi bunun içərisinə bir dolu xörək qaşığı şəkər kirşanı, təpələmə və bir xörək qaşığı da kakao əlavə edirəm. Öncə bir çırpıcı yardımı ilə, yəni kakaomuz yaxşı qarışsın deyə çırpıram və daha sonra blenderla tam həll açılsın deyə çırpıram. Gördüyünüz kimi artıq tam həll açılıb. İndi blenderimizi bir kənara qoyaq və zebra formasını vermək üçün bu cür xəmiri islatmaq üçün xüsusi qablar satılır. Qənnadı dükanlarında maraqlana bilərsiniz. Və indi xəmiri həmin qaba boşaldıram. Əgər belə bir qabınız yoxdursa, istənilən su butulkasının baş hissəsinin, qapaq hissəsində yumru dəlik açaraq, yəni eyni formanı verə bilərsiniz. Və indi xəmirlərimizi götürək, keçək qazın yanına. Öncə tavamızı
Yaxşıca isidirəm. Sadəcə tavamız isindikdən sonra içərisinə yağımızı əlavə edirik. Yəni öncədən yağı əlavə edib xanımlar tavanı isitmirik ki, yağımız yanmasın. Və indi xəmirimizdən bu cür zebra formasını verirəm. Mən tavanı sadəcə bir dəfə yağladım, ancaq siz öz tavanıza görə ara-sıra ehtiyac olarsa yağlaya bilərsiniz. Və gördüyünüz kimi artıq formanı verdim. Və ikinci ağ xəmirimizi nə vaxt əlavə edirik? Mən bu videoda kəsmə etməmişəm. Baxın, gözünüzün önündə xəmirimiz yavaş-yavaş rəngi qaralır. Yəni rəngi tündləşir. Əvvəl açıq olur, daha sonra fikir versəniz, getdikcə rəngi tündləşdikdən sonra artıq xəmirimiz bərkiyib və indi üzərinə ağ xəmirimizdən əlavə edib adi qaydada blinçiki nə cür hazırlayırıqsa, o qaydada blinçiklərimizi hazırlayırıq. Qeyd edim ki, bu üsulla hazırlayarkən blinçiklər digər üsulda, yəni sadə blinçikdən fərqli olaraq biraz daha qalın alınır. Yəni hazırlayan xanımlar bunu nəzərlərində tutsunlar. Mən 24 santimetrlik diametrli tavada hazırlamışam və məndə 2 porsiya hazırlamışam. Yəni bir porsiya hazırlaya bilərsiniz. Bir porsiya hazırlasanız 2 porsiyadan 16 ədəd, bir porsiyadan isə 8 ədəd alınır. Məndə xəmir birinci tava biraz isti olduğu üçün birinci bir balaca qızardı. Ancaq çalışaq xəmirimizi bişirərkən, yəni üz hissəsini qızartmamağa çalışaq ki, yəni görüntüsü daha xoş olsun. Və mən ikinci xəmirimizi də eyni qaydada bu forma ilə hazırlayıram. Əgər siz 20-22 diametrli tavada hazırlasanız, blinçiklərinizin miqdarı biraz daha çox olacaq. Mən həm blinçik xəmirini, həm də içərisi üçün indi birazdan hazırlayacağım şokoladlı kremi də 2 porsiya olaraq hazırlamışam. Və artıq ikinci xəmirimiz də hazırdır. Yəni blinçikləri bişirərkən mütləq qazın alovu az olsun. Gördüyünüz kimi, yəni çox verib xəmirlərinizi qızartmayın. Və növbəti blinçikdə mən biraz fərqli naxış etdim. Yəni siz də öz zövqünüzə görə, yəni uşaqlarınıza görə istədiyiniz formada, yəni naxışlar edib hazırlaya bilərsiniz. Yəni həqiqətən çox ləzzətli. Yəni uşaqlarınızın sevərək yeyəcəyi blinçiklər alınır. Yəni hər birinizə hazırlayıb dadına baxmağı tövsiyə edirəm. Və mən bu qayda ilə blinçiklərimizin hamısını hazırladım. Qeyd etdiyim kimi məndə ümumilikdə 16 ədəd blinçik alındı. Blinçikləri qaba qoyarkən kənar hissələri qurumasın deyə üzərinə bir dəsmal və yaxud bir qapaq qoya bilərsiniz ki, öz buxarında blinçiklər yumşalsın. Və mən bu qayda ilə hamısını hazırladım. İndi isə blinçiklərimizi mən rulet formasında bükürəm. Bəzilərini mən şokoladla, indi sizə videoda da göstərəcəm, o cür servis etdim. Bəzilərini uşaqlar arasına banan da əlavə edərək, yəni siz də öz zövqünüzə görə istədiyiniz formada hazırlayıb, istədiyiniz içliklərlə nuş edə bilərsiniz. Mən blinçiklərimizi bükdüyüm müddətdə, əgər siz videolarımı bəyənirsinizsə, bəyən düyməsinə basmağı, şərhlərdə fikirlərinizi yazmağı və əgər kanalıma abunə deyilsinizsə, mənə dəstək olmaq üçün kanalıma abunə olmağı unutmayın. Bu sizin üçün asan, mənim üçün isə çox dəyərlidir. Dəstək olan hər kəsə öncədən təşəkkür edirəm. Və bu da hazır olan blinçiklərimiz. Yəni öncə mən blinçikləri sadə bu halı ilə paylaşmaq istədim. Daha sonra düşündüm ki, bəlkə
Bu şokoladlı krem kimlər üçünsə maraqlı olar. Ona görə onu da çəkmək qərarına gəldim və qabımıza 1 stəkan süd əlavə edib içərisinə 10 dolu xörək qaşığı şəkər tozu, 6 dolu xörək qaşığı kakao paraşok əlavə edib üzərinə 1 çay qaşığı şəkərli vanilin əlavə edirəm. Burada qabda 400 ml duru yağımız var. Mən 2 porsiya hazırlayıram və bunun 250 ml-sini əlavə edirəm. Öncə bir balaca çırpmadan kakaonu bir balaca islatmağa çalışıram ki, ətrafa yəni sıçramasın. Kakao tozu biraz çox havalı olduğuna görə, yəni islatmadan çırpsanız ətrafa səpələnəcək. Ona görə mütləq bu cür qarışdırıb daha sonra çırpın. Və mən nəyə görə yağın hamısını ilkin mərhələdə əlavə etmədim? Bəzən xanımlar videoda, məsələn, yağ çox oldu, qatılaşdırılmış süd çox oldu kimi yorumlar yazırlar. Baxın, 250 ml yağ əlavə etsəniz 2 porsiya üçün şokoladınızın qatılığı bu formada olacaq. Ancaq bu qatılıq məni qane etmədiyinə görə mən yerdə qalan 150 ml-ni də əlavə edirəm və çırpıram. Artıq siz də öz zövqünüzə görə, gözəl xanımlar, istər yağını az edib biraz daha duru halda, istər yağını mənim kimi çox edib biraz daha qatı halda hazırlaya bilərsiniz. Və artıq gördüyünüz kimi şokolad çox gözəl, yəni çox bərk hala gəlib, yəni qatılaşıb. Bir daha qeyd edirəm, artıq siz də qatılığına özünüz qərar verəcəksiniz. Yəni qeyd etdiyim bu ərzaq miqdarı ilə həqiqətən bu şokolad pasta çox ləzzətli alınır. Hər birinizə hazırlayıb dadına baxmağı tövsiyə edirəm. Və mən indi sadəcə bir blinçikimizin içərisinə şokolad və qoz əlavə edib yığıram. Və artıq siz də bir daha qeyd edim, xanımlar, öz zövqünüzə görə istədiyiniz içliklərlə, bəlkə kimlərsə krem halında krem hazırlayıb, yəni o cür servis edəcək içlik sərbəstdir. Kim nə cür istəyir, o cür hazırlaya bilərsiniz. Və mən hərəsinin içərisinə 1 dolu xörək qaşığı şokolad pastadan əlavə edirəm. Qoz qırıntıları əlavə edirəm. Ancaq uşaqlar, yəni bizdə bananlı sevdiyinə görə bir neçəsinin içərisinə də banan əlavə edərək hazırladım. Hazırlayıb yeyəcək olanlara nuş olsun. Fürsətdən istifadə edərək artıq Ramazan ayı gəlib. Hər birinizə bu aya xeyirlə girib, xeyirlə çıxmağı arzu edirəm. Rəbbim bütün yaxşı əməllərinizi sizdən qəbul etsin deyirəm. Məndən isə bu qədər. Sağ olun, Allah'a emanet olun. Gələn videolarda görüşənədək.